İndi görürsən ki, nə qədər cərəyanlar var, nə qədər təriqətlər var. Hərənin ağzından bir avaz gəlir. Hərə çıxır efirlərə Quran-ı Kərimin ayəsini şərh eləyir. Sən adi bir alimin, adi bir filosofun cümləsini şərh eləməyə qüdrətin yoxdur. Deyirsən, Allahın kəlamını şərh eləyirsən. Qorxmursan Peyğəmbərdən ki, ya Peyğəmbər buyurub, hər kəs Allahın kəlamını öz rəyinə əsasən təfsir eləsə, bilsin ki, yeri haradır? Cəhənnəmdir. Bu qədər rahatsan, əminsən, camaat, əllamə təba ilər kimi insanlar ayəni şərh eləyib, axırda bir dənə söz yazıb, Allahu ələm, yaxşısını Allah bilir. Sən amma 5 dənə kitab oxuyan kimi Quran-ı Kərimi qoyursan qabağına, başlayırsan şərh eləməyə. Olursan əllamə. Yeganə sığınacaq əhl-i beytdir. Quran da tək başına insanları hidayət eləyə bilmir. Tək başına hidayət eləsəydi, bu qədər cərəyan olmazdı, bu qədər məzhəb olmazdı. Hərə bir cür deyir, hərə bir yana çəkir. Yeganə sığınacaq və pənah, necə Həzrəti Nuhun dövründə gəmi idi, dağ insana nicat vermədi, əhl-i beytdən başqa hara geçsin, heç nə sənə sığınacaq verə bilməyəcək. Çünki onun özünün sığınacağı ehtiyacı var. Onun özünün pənaha ehtiyacı var. Həzrəti Nuh Peyğəmbərə iman gətirmək və Həzrəti Nuh Peyğəmbərin göstərişlərinə itaət etmək gəmiyə minməyin şərtidir. Kimlər Həzrəti Nuhun dövründə nicat tapdılar? O adamlar ki, Həzrəti Nuha iman gətirmişdilər, Həzrəti Nuhun sözünə qulaq asdılar və itaət elədilər, mindilər gəmiyə. Onlar nicat tapdı. Kimlər ki, iman gətirmədi, kimlər ki, Həzrəti Nuhun sözünə qulaq asıb itaət eləmədi, onlar qərq oldu. İki dəstəyə bölündü. Quran-ı Kərimdə neçə yerdə bu haqda danışır. O dövrdə elə ki, gəmi hazır oldu, bəla gəldi, yeganə və yeganə şəxslər ki, gəmidə idilər, onlar nicat tapdılar. Qalan hamısı nə oldu? Qərq oldu. Ona görə də Allah buyururdu ki, hətta heyvanlardan da cüt-cüt yığcınan ki, nəsil ikinci dəfə yer kürrəsi bir, necə deyərlər, təmizlənəcək, kafirlərdən ikinci bir həyat başlayacaq. Ona görə Həzrəti Nuh'a deyiblər ki, ikinci atadır. Peyğəmbərlərin şeyxi yaşının çoxluğuna görə deyiblər, ən qocamanı. İkinci atada, yəni nəsil ikinci dəfə ondan sonra başladı. İnsanlar, heyvanlar, ondan sonra nəsil başladı. Kimlər ki, Həzrəti Nuhun itaətində dayandılar, nicat tapdılar. Kim ki, sözə baxmadı, o nicat tapa bilmədi. Quran-ı Kərim bir neçə ayədə bundan danışır. Əraf surəsi 64-cü ayədə buyurur ki, fəkəzzəbuhu, Həzrəti Nuhu inkar elədilər, qəbul eləmədilər. Sonra nə oldu? Allah buyurur, fəəncəynahu, biz Həzrəti Nuh'a nicat verdik. Təkcə Həzrəti Nuh'a buyurur, xeyr, vəlləzinə mə'əhu fil fulk, o adamlara da nicat verdik ki, Həzrəti Nuh'la bircə idilər gəmidə. Və əğrəqnəl-ləzīnə kəzzəbu bi ayatina. O adamlar ki, bizim ayələrimizi inkar elədilər, onları qərq elədik. İnnəhum kanu qavmən əmin. Çünki onlar kör olan insanlar idilər, haqqı görə bilmədilər. Həzrəti Nuhu və Həzrəti Nuhla bircə gəmidə kim var idi? Əraf 64 buyurur ki, nicat verdik. Şuəra 119. Fəəncəynahu və mən mə'əhu fil fulk. Bu ayələri oxuyuram ki, bu ayələrlə bir işimiz olacaq. Çünki mən qeyri-məşhur hədis də danışmıram, belə başqa tarix də danışmıram. Ayə danışıram. Görən insanlar, baxan insanlar, sözümü eşidən insanlara ancaq ayə deyirəm. Buyurur, fəəncəynahu, biz Həzrəti Nuh'a nicat verdik. Və mən mə'hu fil fulkil məşhun. Bir də o adamlara nicat verdiyi ki, Nuhla bir yerdə idilər. Mə'hu, mə'ə ərəb dilində, yəni bir yerdə. Fil fulkil məşhun, o gəmidə idilər. O gəmi ki, məşhun, dolmuşdu ağzınacan. Bütün vəsilələrlə yemək, içmək,
heyvanat, bütün insanlar hamısı o gəmidə idi, Həzrəti Nuha iman gətirənlər. Biz onu nicat verdik, ثُمَّ əğrəqna bə'dul baqin. Qalan nə varsa qərq elədik. Yunus surəsi 73-cü ayə. Gör neçə dənə ayə var. Fəkəzzəbuhu, buyurur Həzrəti Nuhu inkar elədilər. Fənəccəynahu, biz Həzrəti Nuha nicat verdik. Və mən mə'əhu, yenə burada buyurur. O kəslərə ki, Həzrəti Nuhla bir yerdə idilər. Harda? Fil-fulki, gəmidə. Bu cür ayə Həzrəti Hudun barəsində də nazil olub. Fəəncəynahu vəlləzīnə mə'əhu, Həzrəti Nuha Huda nicat verdik və bir də o adamlar ki, ondan bir yerdə idi. Bu ayələri oxuyanda insan belə qənaətə gəlir ki, hər kəs Allah dostundan bir yerdədirsə, nicat tapdı. Hər kəs Həzrəti Nuhdan ayrı düşmüşdüsə, qərq oldu. Deməli, nicat tapmağın yolu nədir, şərti nədir? Gərək Allahın Peyğəmbəri ilə bir yerdə olasan. Allahın o təyin etdiyi dövrün zamanən Peyğəmbəri ki var, o dövrdə Həzrəti Nuh idi. Bu dövrdə kimdir? Kimdir? Peyğəmbər buyurub da əhl-i beytim Nuhun gəmisinə bənzəyir. Nuhun dövründə kimlər Nuhla bir yerdə nicat tapdı? Kimlər ki Nuhla bahəm idi? Bahəm olmayanlar, ayrılanlar getdi, qərq oldu. Yəni, bahəm olmaqdan ötürü, nicat tapmaqdan ötürü gərək bircə olasan. Bircə olmaqdan ötürü nə etməlisən? O mətləbi istəyirəm ardıcıllıqla düzüm ki, bircə olmaqdan ötürü nə etməlisən? Buyurur, itaət eləməlisən. Sözə qulaq asmalısan. Onlar nicat tapdılar, niyə? Nuhla bir yerdə idilər. Niyə bir yerdə idilər? Çünki Nuha itaət eləmişdilər. İman gətirib itaət eləmişdilər. Bu dövrdə də Əhl-i Beyt Nuhun gəmisi misalındadır. Yəni, kimlər ki, Əhl-i Beytlə bir yerdədir, onlar nicat tapacaq.